Almaniyada yaşayan bir Azərbaycanlı dostumuz, qardaşımız təşrif buyurub Bakıya. Gəliş səbəbi ondan ibarətdir ki, Bakıda 550 min, 600 min civarı 3 fərqli yerdə qeyri-yaşayış sahəsi obyekt alacaq. Obyektlər olmalıdır Nərimanov, Gənclik, 28 may, yəni şəhər mərkəzində yerləşməlidir. Hazır icarədə olmalıdır. Fərqi yoxdur nəyə icarə verilib. Marketəmi, aptekəmi, restoranamı fərqi yoxdur. 550-600 min civarında 3 fərqli yerdə obyekt almaq istəyir. Əgər sizin satışda obyektləriniz varsa, yazın mənə WhatsApp-a. Sabah saat 10 tamamda bizim ona pakazlarımız olacaq. Sizin də maraqlı obyektləriniz varsa, onu da göstərək. Nə bilmək olar, bəlkə elə bizim əlimizdən satıldı. Bir də onu qeyd etmək istəyirəm ki, elə bu qardaşın elədiyi kimi Azərbaycandan kənarda yaşayan deyək ki, həmyerlilərimiz öz vəsaitlərini elə gəlib Bakıda, öz Azərbaycanımızda yatırım eləsələr daha məqsədə uyğundur. Çünki nə qalsa Azərbaycana qalsın. Yəni gedib başqa bir ölkələrdə yatırımları eləməsinlər. Məsələn, çox adam tərifləyirdi ki, ay Dubay belə, ay nə bilim şey belə. Görürsüz ki, dünyanın bir xaotik vəziyyəti gəlib çıxanda elə ən sakit yer Azərbaycandır. Allah prezidentimizin canını sağ eləsin.